Peyğəmbərimiz İslamı yayanda da eyni böhtanlara, şərlərə, hədə qorxulara, təhdidlərə rast gəlirdi. Peyğəmbərimiz o zaman hicrət etdi. Siz necə hicrət etməyi düşünürsünüzmü? Bu əslində hicrət məsələsi çox bir ağır məsələdir. Çox maraqlıdır. Quran-Kərimdə fi səbilillah sözü deyiləndə Allah yolunda 3 əsas məqam orada qeyd olunur. Bir Allah yolunda vuruşmaq, Allah yolunda infaq eləmək, xərcləməyi bacarmaq. Bir də Allah yolunda edilən məsələlərdən biri hicrətdir. Yəni hər hansısa bir yerə köç eləmək. Yəni doğulub böyüdüyün bir yeri, hər bir şeyi, qazandığın o dostluğu, münasibətləri, nüfuzu, hər bir şeyi bir anda atıb təkrar sıfırdan bir yerə başlamaq üçün olan məsələlərdir. Açığı bu məsələlərdə bəzən düşünmüşəm, çünki ölkəmizdə virtual olaraq demək olar mövcudam. Yəni hər kəslə hər vaxt, hər an görüşə bilmirəm. Yəni çıxışlarımı, düşüncələrimi insanlara sosial şəbəkələr vasitəsilə çatdırmağa çalışıram. İnternet əsrində dünyanın hər bir yerindən bunu həyata keçirə bilərik. Lakin insanların o doğmalaşdıqlarını qoyub getməkləri çətindir. Amma belə təkliflər olub, dəfələrlə olub. Hətta bu dəvətlərin qarşılığı olan bir dəvətlər olub ki, sabahlarım mənim orada quracağım dini bir mərkəzlə, onlar özlərinin vergilərindən ödəyəcəkləri müəyyən vəsaitlərlə həmin o quracağım qurumun fəaliyyətinin daha güclü bir hərəkata çevrilməsinə səbəb ola biləcəyini bildiribdilər. Tamamilə bir kənara atmışam deyə bilmərəm. Düşüncələrimdə var. Amma ölkəmi sevirəm. Dövlətimi həqiqətən çox sevirəm. Həyatın necə gedişatını bilə bilmərik.